Bismillah. İyulda bu bürcləri başgizcənləndirici uğur gözləyir. İyul ayı bəzi bürclər üçün sözün əsl mənasında dönüş nöqtəsi olacaq. Enerjilər dəyişir, fürsətlər artır və bu bürclər üçün başgizcənləndirici uğur ifadəsi tam yerinə düşür. Şir, İyul Şir bürcünün səhnəyə çıxdığı aydır. Günəş enerjisi maksimum səviyyədədir. Karyerada sıçrayış, liderlik şansı, gözlənilməz pul axını, şok, sənin adın birdən-birə hamının dilində ola bilər. Boğa, uzun müddət gözlədiyin nəticələr nəhayət gəlir. Səbrinin bəhrəsini toplayırsan. Maddi qazanc, stabil həyatın qurulması, yeni gəlir mənbələri. Şok, bu bir qərarın səni tam fərqli səviyyəyə qaldıra bilər. Əqrəb, daxili gücün partlayır. Transformasiya başlayır, gizli fürsətlər açılır, güclü intuisiya görə düzgün addımlar, rəqibləri geridə qoymaq, şok, səni dayandırmaq istəyənlər özləri geri çəkiləcək. Oğlaq, əməklərinin nəticəsini görəcəyin ay gəlir. Karyerada yüksəliş, böyük layihələr, hörmət və status artımı, şok, səni qiymətləndirməyənlər fikrini dəyişəcək. Əkizlər, ünsiyyət və şans sənin tərəfindədir. Yeni tanışlıqlar, gözlənilməz təkliflər, qısa zamanda böyük irəliləyiş, şok, bir zəng və ya mesaj həyatını dəyişə bilər. İyulun ən şanslı bürcü Şir, ən gərgin amma qazandıran bürc Əqrəb.